110 qram çərə yağı, margarinlə də əvəz edə bilərsiniz. 1 yumurtanın sarısı, 120 qram xama, 1 xörək qaşığı şəkər, 1 paket vanil, 1 çimdik duz. Birlikdə qarışdırırıq. 1 çay qaşığı qabartma tozu, 300 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 15-20 dəqiqə dinləndiririk. 100 qram qoz ləpəsi, 80 qram şəkər. Birlikdə qarışdırıb içliyimizi hazırlayırıq. Xəmirimizi yayırıq. Çalışdığımız qədər böyük yayırıq. Və içliyimizin hamısını əlavə edirik. Rulet kimi bükürük. Və 2 barmaq enliyində kəsirik. Videoda göstərdiyim kimi forma verin. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.